Hüseyin'in bir hediyesi var. İsterdik ki o hediyeyi Gülmür'e ana versin. Operatörler iri planda ışıklandırın. Alkışlayalım. Kahraman kadınlarını, kahraman analarını buyur. İhtiyar, sen bir şehit ailelerin üstünde büyük eziyetin var. Sen bunu ne? Ben hemşe sana değildim, vatanperver ol. Ona göre değildim, sen her var şehit ailelerin yanında olursun. Sen Zengilyan'daki görür harda geldi söz, birbirini tuttu. Mehmet'in abdesi boynanda, ben xeyir dua verdim. Ama seyahatimle kadar gelebilmedim. Bir ay bundan evvel gelip gidip ziyaret ettim. Ancak onun adına deyilen uşağı Gülmür'e bana havale etti. Ben de çalışarım ki ömür boyu kardeşlerimle, bacılarımla. Ben Akif'in adına hansı uşağı olsa belki ben ona isnişebilmezdim. Ama Hüseyin'i özüne benim kim isteyeyim. Çok sağ ol Gülmür'e. Sen boynumda büyük hak koydun benim. Sana kurban olarım. Uşaqların Hüseyin'in kolu kırılanda bir defa zəng vurdum eve. İndi deyirəm o sözümü sənə ixtiyar. Rəhmətli Seyf ata sağıdır, şəhid atası. Dedi görürsən bunu, uşağın kolunu kırık koyup gedib ağac əkməyə kimlərsə gedərdi. Dedim Seyf dayı, onu mən yaxşı tanıyıram, o dediyinlə dönən deyil. Allah yüzünüzü ağ eləsin ixtiyar. Seninle beraber şehit atalar var, mübarizat hakimi, kardeşler var. Allah her birinizden kömeği olsun. Sus tatlım. Çok sağ ol, var ol. Gel bura Gülür. Akif can veribdi vətən yolunda. Qeyrət vardı damarında, kanında. Fəxr elə ki, Akif Tanrı yanında. Ağlama, ağlamaz şəhid varısı. İlham kimi komandanım var sənin. İtibar tək qəhrəmanım var sənin. İxtiyar tək yazarlarım var sənin. Ağlama, ağlama şəhid varısı. Allah sizi var eləsin, Allah köməyiniz olsun. Mən sizlərə bir ömür boyu dostuyam, bu qüruru, bu anı mənə yaşatdığınız üçün təşəkkür edirəm. Və bütün şəhid ailələr, qadiləri, onları böyüdü bu əmələ çatdıran valideynlərin qarşısında mən baş əyirəm. Qapıların açsın, onunla gelenlerin. Kardeşim özü gelsin, bu ağır yüktür. Özü kimdə dursun. Vallahi ne diyeyim, söz tapıram diyem. Neçə gündür mən bilmirəm. Deyirəm kardeşim yanına neyse düz eləmərəm, düz eləyərəm. Çok sağ olun şəhid ataları, anaları, bacı kardeşler, hanımlar, övladları. Bir şəhid bacısı kimi danışmaq mənə çox ağırdır. Çünkü mənim atam anam sağ olsaydı, mən həmişə onun çox sizə deyirdim, özünüzü gördüyüm, səbirli olun. Neçə ilə birinci Qarabağ müharibəsində çox ata-anaların ürəyi dözmədi. Ancaq siz dözün ki, şəhid balalarınızı yaşadasınız. Bundan mübariz qardaşa, vəzifə bacıma göz aydınlığı verirəm. Təzəvatlar eşitdim ki, qəhrəman məkanımın adına doğulan uşağın adını məkan qoyub
Muhtar bacısı uşağının. Gözünüz aydın olsun. Məkana layık oğlu olsun, övlad olsun. Hər birinizə təşəkkür edirəm. Çox sağ olun. O gün olsun. Bura yığışanlar Hüseyin'in, Əbi Fəzil'in böyük toyuna yığışsınlar.